2 kiloqram kütləli cismə təsir edən əvəzləyici qüvvənin zamandan asılılıq qrafiki verilmişdir. Hərəkətə başlayandan 6 saniyə sonra cismin sürətini hesablayın. Qüvvə impulsu Ft cismin impuls dəyişməsinə bərabərdir, yəni mv minus mv sıfıra. Başlanğıc sürət 0 olduğuna görə bu hədd 0 olmuş olacaq. Ft bərabər olacaq mv-yə. Buradan v olacaq Ft bölünsün m. Cismin kütləsi məsələdə verilib 2 kiloqram. Gələk Ft hasilinə. Deməli, F-in T-dən asılılıq qrafikində qüvvə impulsu qrafiklə T oxu arasında qalan fiqurun sahəsinə bərabərdir. Bu fiqurda üçbucaq olduğuna görə sahəsi oturacağı ilə hündürlük hasilinin yarısıdır. Yəni 6 vur 10-un yarısı. 6 vur 10-un yarısı, yəni 30 bölünsün 2 olacaq 15 metr bölünsün saniyə.